Məməzlərim, necəsiz? Bugün bizdə çox maraqlı, çox asan və çox dadlı bir kələm salatı olacaq bizim üçün. Kələm, kök, bol şüyüd, qırmızı soğan, kedr qozu, göyərti, kərüz yadından çıxdı. Və nəhayət oliviyadan zeytun yağı. Duz, limon suyu. Kereviz, zövqə görə. Keşniş, zövqə görə. Göy soğan və kedr qozu. Kedr qozu yoxdursa, rukola qata bilərsiniz. Çünki rukolada çərəz tamı verir. Zeytun yağı və qarışdırırıq.